gün sizinlə sümük əriməsi olaraq tanıdığımız osteoporoz xəstəliyindən danışacağıq. Osteosümük poroz dəlik deməkdir. Fizioloji olaraq da sümüklərin tərkibində boşluqlar vardır. Osteoporoz zamanı bu boşluqların ölçüsü artır, eyni zamanda yeni dəliklər əmələ gəlir. Bu isə sümüyə daha süngəlimsi quruluş verir. Belə sümük sınıqlara və çatlara daha meyilli olur. Sümük toxumasının normal inkişafı üçün uşaq yaşlarından fosfor, kalsium kimi mikroelementlər, vitaminlər, zülallar orqanizmə kifayət qədər qəbul olunmalıdır. Sümük toxumasının əsas hissəsi uşaqlıq və gənclik yaşlarında formalaşır. 30 yaşına çatmış birində artıq sümük toxuması maksimum sıxlığa malik olur. Osteoporoz diaqnozunu qoymaq üçün bir sıra instrumental və laborator müayinələrdən istifadə olunur. Densitometriya adlanılan müayinə vasitəsilə bədəndə orqanizmin müəyyən nahiyələrində sümük sıxlığı ölçülərək osteoporoz diaqnozu təsdiq olunur. Bəs görək kimlər osteoporoz xəstəliyi baxımından risk faktoru daşıyır və densitometriya müayinəsinə göndərilmək üçün göstərişdir. Birincisi 65 yaşdan yuxarı qadınlar, 70 yaşdan yuxarı kişilər densitometriya müayinəsi olunmalıdır. Növbəti fragilite qırığı olan pasientlərdir. Fragilite qırığı normada qırıq əmələ gətirə bilməyəcək bir güclə olan travma ilə pasiyentdə sınıqların əmələ gəlməsidir. Məsələn, pasiyentin öz boyu məsafəsindən və yaxud da öz boyundan daha kiçik bir məsafədən yıxılaraq aldığı kiçik minimal travma ilə baş verən sınıqlar göstərmək olar. Eyni zamanda pasiyentlərdə askırmaq, öskürmək kimi hallarda qabırğa qırıqlarını da fragilite qırığına misal göstərmək olar. Növbəti qrup pasiyentlər günə 5 mg prednizolon və ona ekvivalent miqdarda steroid qəbul edən pasiyentlərdir. Bundan əvvəl revmatoidli artritli xəstələr, rentgen müayinəsində sınıq, qırıq, çaplar müşahidə olunan pasiyentlər, bədən kütlə indeksi 20 kg/m²-dan daha aşağı olanlar, aşırı alkoqol istifadəsi edənlər də densitometriya müayinəsi üçün göstərişdirlər. Osteoporoz riski daşıyan digər bir qrup da boy qısalığı olan pasiyentlərdir. Belə ki, bir öncəki müayinə ilə müqayisədə boyu 1,5-2 sm və daha artıq qısalmış pasiyentlər və yaxud da gənclik yaşlarına, yəni 20'li yaşlarla müqayisədə boyu 4 sm və daha artıq qısalmış pasiyentlərdə densitometriya müayinəsinə göndərilməlidir. Bundan əlavə bəzi xəstəliklər vardır ki, bu zaman osteoporoz, yəni sümük əriməsi ikincili olaraq da əmələ gəlir. Bu qrup pasiyentlərdə mütləq osteoporoz araşdırılmalıdır. Onu da qeyd etmək istəyərdim ki, osteoporoz səssiz bir xəstəlikdir. Bəzən pasiyentdə sınıqlar əmələ gələnə qədər heç bir kliniki şikayətlər və ağrı olmaya bilər. Sınıq baş verdiyi zaman aparılan müayinələr nəticəsində sümük ərimə diaqnozu təsdiqlənmiş olur. Osteoporoz yalnız sümük xəstəliyi deyildir. Baş vermiş sınıqlar pasiyentin həyat keyfiyyətini pisləşdirir, əmək qabiliyyətini azaldır. Belə pasiyentlər xüsusi baxım tələb edirlər. Odur ki, osteoporoz xəstəliyi pasiyentlərin sosial-psixi həyatına da öz mənfi təsirini göstərir. Zamanında qoyulan bir diaqnoz gələcəkdə sümük sınıqlarının qarşısını ala və həyat qurtarıcı ola bilər.